Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, israf nedir? İsraf deyəndə Rabbimiz neyi nəzərdə tutur? Allahın israf dediği ve insanların israf anladığı nedir? İlk önce bilək ki, israf sözü Arap sözüdür. Bir şeyi sərf etmək, xərcləmək, tükətmək mənasını verir. Yani zamanıvı, malıvı, canıvı nəyə həsr edirsənsə, orada həddini aşsan, ona israf deyirlər. Həddini aşsan. Deməli, israf, əgər var dövlətdən ölçülüksə, var dövlətini yersiz yerə həsr etməyə israf deyilir. Əgər zamandırsa, zamanı boşa xarclamaya israf deyilir. Yəni, bir sözlə israf, yersiz xərcləmək, həddini aşmaq, xərcləməkdə həddini aşmağa deyilir. Değerli Müslümanlar, bizler israf sözünü çox zaman var dövləti xərcləmək barəsində düşünürük. Əgər belə olsa, düzdür, biz bunun hər sahəsinə toxunmağa çalışacağıq. Belə götürək ki, var dövləti xərcləmək. İnsan əlində olanı necə xərcləməlidir? İlk öncə hər kəs bunu bilsin ki, sənin əlində var dövlətin varsa, əslində o sənin deyil. Çünki o əvvəllər də sənin olmayıb, bir zaman sonra da səndən alınacaq, sənin olmayacaq. Sənin əlində olan hər nə Allahındır. Onun Allahın olduğuna Allah Subhanahu taala Qur'an-ı Kərimdə dəfələrlə incə kəlmələrlə onu bildirmişdir. Özü də incə kəlmələrlə, kobud şəkildə deyil. Misal olarak En-Nur suresi 33. ayet. Allah Subhanahu Teala orada buyurur. وَآتُوهُمْ مِنْ مَالِ اللّٰهِ الَّذ۪ي اَتَاكُمْ Allah'ın size verdiği malından xərcləyin. Allah'ın size verdiği malından, yani Allah'ın malıdır bu, sənə verib bir müddətliyə. Alacaq səndən, əbədi səndə qalmayacaq. Hətta digər bir yerdə Allah Subhanahu taala biz varı dövləti bu əldən alıb o ələ veririk ki, və yaxud da bu şəxsdən alıb o şəxsə veririk ki, bundan hər kəsin nəsibi olsun. Yəni, hər kəs bu var dövlətdən biraz dadır dünyada. Kimisi biraz çox, kimisi biraz az. Ağıllılar bunu Allah üçün xərcləyir. Və ağıllı bilir ki, bu Allahın əmanətidir, sənə verib, mənimdir deyə gizlədib üzərində oturma. Bu Allahın mülküdür, bir müddət sonra səndən alınacaq. Həyatının bir hissəsində səndə olacaq, tamında deyil. Əl-Hədid surəsi 7-ci ayədə Allah Subhanahu taala belə buyurur. وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَف۪ينَ ف۪يهِ Allah'ın size yetirdiğini, size emanet verdiğini xərcləyin Allah yolunda. Burada mustahlefine, yani Allah sanki seni ona xəlifə verib, seni onun üzerinde hələlik hökmran qoyub. Yani bu mal sənin deyil, hələlik sənə tapşırılıb.
ki, bu malı idarə et bir müddətə. Bəli, biz ilk öncə bunu özümüzdə formalaşdıracağıq ki, məndə olan mənim deyil, Allahındır. Dəyərli müsəlmanlar, hətta bu malı insan zay olmasın deyə, ağlı yerində olmayanlara belə vermir. Məsələn, bir şəxs dünyasını dəyişdi, hələ ağlı başında tam olmayan övladları var. Az yaşlı, çılğın, yəni bilməzlər malı, dövləti, nə etsinlər. Bax, bu zaman həmən tayfanın, həmən ailənin ağsaqqalı kimdirsə, mal ona əmanət verilir ki, bu uşaqlar özlərini tanıyana qədər mal əllərində qalmasın, çünki zayi edəcəklər. وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمْ الَّتِي جَعَلَ اللّٰهُ لَكُمْ قِيَامًا. Ağlı başında olmayanların malından istifadəyə imkan verməyin. Kimə bu iş tapşırılıbsa, o bu mala sahib çıxsın. Yəni, o nəsildə bir ağsaqqalı çıxır, o uşaqların pulunu yavaş-yavaş o uşaqlar üçün xərcləyir. Zəruri ehtiyaclarını verir və ilaxır. Ki, pul zay olmasın. Baxın, görün, Allah Subhanahu taala hələ bəyənmədiyi, çox da xoşlamadığı o dünya, var, dövlət, amma onun belə zay olmasını istəmir. Çünki bu, Allahın verdiyi o əmanətdir ki, onunla insan cənnəti qazana bilir. Həmən var dövlət ilə cənnəti qazana bilir. Yaxşı, düzgün istiqamət götürməklə. Nəim ki, xəsisləşməklə. Düzgün istiqamət götürməklə. Və Allah Subhanahu taala ümumiyyətlə israf məsələsində o qədər ciddidir ki, Qur'an-ı Kərimdə Əl-A'raf surəsi 31-ci ayədə Allah Subhanahu taala buyurmuşdur: وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ. Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz. Allah Subhanahu taala bu həyatda biz yaşayaq deyə, təbiidir ki, yemək, içmək və bunun üçün işləmək və bunun üçün var dövlət əldə etməyi bizə halal buyurmuşdur. Amma bu işlərdə həddi aşmağı sevməmişdir. Yeyib, içib, geyinmək, bunların hamısı sənin haqqındır, həddi aşmama şərti ilə. Yeməkdə həddi aşmaq nədir? Doyduqdan sonra yemək. Və yaxud da ki, sənə bəs edəcək bir qidanı birdən az olar deyə çox götürüb, yedikdən sonra qalanını zayi etmək, xarab etmək. Bax, bu israfdır. Bu adamlar unutmasınlar. Çox çəkməz, Allah Subhanahu taala onlara verdiyini alar, sonra həmən zamanında israf etdiyi, atdığı, xarab etdiyi o malları belə axtarar ki, zay olmuşunu belə yeyim. Çünki Allah Subhanahu taala bunu xoşlamır. Kimsə düşünməsin, yeyərəm, nə qalar, verərəm heyvanlara. Baxın, Allah Subhanahu taala heyvanlar üçün başqa şey düşünüb. Allah Subhanahu taala heyvanlar üçün bişirilmiş, qaz sərf olunmuş, işıq sərf olunmuş, yağ vurulmuş, nələr vurulmuş qidalar hazırlamayıb. Allah Subhanahu taala heyvanlar üçün bişmiş yemək hazırlamır. Allah Subhanahu taala hər heyvanın özünün yeyə biləcəyi məhsul var. Hə, onu alırsansa heyvansın, bu başqadır. Yox, əgər yeməyi bişirib də qalar çürüməsin deyə heyvanlara verərəm, bunu düşünən insan israfçıdır. Çünki o heyvan üçün o hazırlanmamışdır. Onun neçə qat mislinin azını verib, həmən heyvanın əsli yeməyini almaq olar. Tutaq ki, quş cinsidirsə, taxıl satılır onun üçün. Niyə bişmiş yeməyi ona verməlisən ki?
İşıq, qaz gedib, yağ gedib, nələr gedib. Zay edirsən malı. Bax, bu cür zay edilməz. Ona görə də dinimizdə Allahın Resulü sallallahu aleyhi və səlləm yemək yeyərkən böyük qabdan götürməyi tövsiyə etmişdir. Müasir dövrümüzdə də əlhəmdülillah bunlar formalaşır. Yəni, süfrə açılırsa, süfrəyə böyük qabda bir şeylər qoyulur və oradan hər kəs özünə aid olan hissə götürür. Öz boşqabına hissə götürür ki, nə qədər haçan doydu dayansın. Yoxsa qarşısındakini ola bilər bir hissəsini yeyib, bir hissəsini zay etsin. Zay etsə musrifdir, israfsıdır. İsrafçı kimdir? Allah onu sevmir. Sən təsəvvür edirsənmi? İnnehu la yuhibbul musrifin. Allah israfçını sevmir. Deməli, sən israf etməyəcəksən. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. İnnallaha kərraha lekum sələsən. Qilu qal və ida'atil mal və kəsrətis sual. Allah sizdə 3 şeyi bəyənməz. Sizin 3 əməlinizi bəyənməz. Qeybət, malı zay etmək və çox sual vermək. Baxın, bunların 3'ü də israfdır. Biri zamana israfdır, qeybət. Qeybət zamana israfdır. Filan kəsdən xəbərin varmı? Nə alıb? Hansı pulla aldı onu? Və yaxud da ki, filan kəs ilə evlənib və yaxud da filan vəzifəyə aparıldı. Necə oldu ki, o aparıldı, biz aparılmadıq? Bax, qeybətdir. Boş danışıqdır. Buna qeyl-o-qal deyilir. Yəni, boş danışıq. Zamanı boşa keçirtmək. Ondansa, bunu etməkdənsə, düşünsəydin ki, niyə mən irəli gedə bilmirəm? Bəlkə yolunu tapardın. Bəlkə səbəbini tapardın. Sənin işlərin niyə səhmana düşməyib də başqasının işi düşür? Bəlkə yolunu düşünsəydin tapardın, amma düşünmədin, qeybət etdin. Allah da səni xoşlamır. Deməli, zaman da sənin deyil. Zaman da sənin deyil. Zamanını düzgün xərcləməlisən. Sənə nə qədər ömür verilib ki? Ümumiyyətlə, zaman dediyin nədir ki? Zaman dediyin nədir ki? Hələ bu günləri fiziklərin belə tam olaraq ortaya qoya bilməyəcəyi bir şey. Zaman elə sürəti ilə gəlib keçir ki, dünənin uşaqları bugünün qocalarıdır. Haçan gəldi, haradan getdi, amma bu gedir. Sən bu zamanı boşa mı xarcılıyorsan? Mənasız, faydasız işlərə. Deməli, zamanın sarfı da olmaz. Və ikincisində ida'atil mal dedi Allahın Resulü. Malı zay etmək. Malı zay etmək də budur. Aldığını yaxşı saxla, xarab etmə. Yemək istədiyini, yemək istədiyin qədər ye. Geymək istədiyini, aldığını kifayət qədər geyin. Yoxsa mən hər məclisə bir geyim geyməliyəm. Düşüncəsi israfdır, zay etməkdir. Bir geyimi alıb bir dəfə, 2 dəfə geyindikdən sonra sağlam şəkildə olan geyimi zay edir. Özü də zay etməsi nədir? Başqasına da vermir. Ancaq özü onu bir neçə dəfə geyib və onu kiməsə özünü göstərməsi üçün mənim bu qədər çəkmələrim, bu qədər geyimlərim, bu qədər nəyim vardır deyə. Bax, malı zay etməkdir. Bu geyimdə. Və kəsrətü sual, çox sual vermək. Çox sual vermək də enerjini israf etməkdir. Bədəninin enerjisi. İnsan bədəninin enerjisinə görə danışır, yeriyir, hərəkət edir. Baxın, oruç tutanlar bunu çox yaxşı bilir. Yayın bəzən çox qızmar vaxtında susuz və ac olan oruç tutanlar danışmağa belə halı olmur. Danışmağa belə halı olmur. Niyə? Enerji tükənmək üzrədir. Deməli, biz danışarkən belə enerji istifadə edirik. Həmən enerjini belə qənaətlə istifadə etməlisən. Sən düşünmə ki,
Nə qədər sualdır verirəm də. Sual verirəm. Sən sual verirsən, sənin sual verdiyin danışır. O enerjisini sərf edir. Sənə lazımdır bu sualı vermisən, yoxsa zaman keçsin deyə və yaxud da ki, bu da bir şeylər bilir deyə danışdırırsan, məsələn, bir nəfəri. Deməli, bu da zamanı, enerjini zay etməkdir. Yersiz israf etməkdir. Bax, bu məsələlərə də hətta bədəninin enerjisinə belə diqqət edəcəksən, onu zay etməyəcəksən. Allah Subhanahu taala evliliyi əmr etmişdir, zinanı haram etmişdir. Nəticə etibarı ilə bunların ikisi də şəhvətdən baş verən hadisədir. Evlilik də şəhvət üçündür, bir hissə, yəni planların içində biri də şəhvətdir. Zina da şəhvətdəndir. Amma evlilikdən insan bir ailəyə sahib çıxır, onun namusunu qoruyur və ona sevgisini göstərir və bu sevgidən övladlar törənir. Bu övladlar Allahın dinini qoruyur, dünyanı qoruyur, dünyada insanların təminatını, əmin-amanlığını qoruyur. Baxır, bu insanların gücünün sayəsində olur. Bizim hərbidə övladlarımız olur, vəzifədə övladlar olur. Bunların bir hissəsi dövləti qoruyur, yaşadığı torpağı qoruyur, bir hissəsi dinini qoruyur, namusunu qoruyur və kimisi sərhəddi qoruyur. Və bax, beləcə bu evlilikdən ortaya gələn insanlar insanlara xidmət edir. Zina nədir? Yəni, yalnız şəhvətini təmin etsin deyə kiminsə namusuna təcavüz edir və buradakı hətta şəhvətini belə israf edir. Bu da şəhvətin israfıdır. Zay etdin Allahın sənin bədəninə verdiyi o enerjini. Nə ilə? Həvəsinlə, arzularınla. Ona görə də bunun ağır hesabı vardır. İsraf barəsində İslam ümmətinin xeyirli adamlarından olan Sufyan Əth-Thuri radiyallahu anhu belə buyurmuşdur. Mə ənfaqdə min qeyri ta'atilləh fəhuvəs-sarf. Allaha itaat etməyib də, qadağan olan hər hansı bir şey üçün malını sərf edərsənsə, o israfdan sayılır. Yəni, Allaha itaatdə deyil, Allaha itaat üçün deyil. Məsələn, bir insan sənə deyir, mənə 20 qəpik ver, siqaret alacağım, pulum çatmır. Sənin ona 20 qəpik, yəni 10 qəpik, 20 qəpik, yəni bu pul olaraq çox azdır. Bunu vermən israfdan sayılır. Amma bir insan sənə desə, borcum var, ailəmi yaşatmaq üçün borca düşmüşəm, mənə borc ver, məsələn, 1000 manat. 1000 manat ona verdin, 20 qəpik bu biri siqaret istəyənə. 1000 manat verdiyin sənin üçün sadaqadır, qiyamət günü qarşıva çıxacaq, Allah səni dünyada da, ahirətdə də bu xərclədiyivə görə sevindirəcək. Amma həmən 20 qəpik var idi verdin, ha. Bax, ona görə cəza alacaqsan. Çünki, 1. Allahın malını zayi etdin. 2. Günah edəcək bir insana yardım etdin. Ona görə də Allah Subhanahu taala israfın bu növünə təbzir demişdir. İnnəl mübəzzirinə ixvanüş şeyatin. Həqiqətən də mübəzzirlər şeytanın qardaşıdır. Əl-İsra surəsi 27-ci ayə. İnnəl mübəzzirinə kənu ixvanəş şeyatin. Mübəzzirlər şeytanların qardaşlarıdır. Mübəzzir burada, deməli, təbzir də israfdır, israf da israfdır. Amma israfla təbzirin fərqi budur ki, bir var
halal olan bir şeyi zayi edəsən, məsələn, yeməyi zayi etdin. Buna deyirlər israf. Bir də var, haram olan bir şeyə pul xərclədin. Məsələn, gedib zina etdi. Pulunu xərclədi harama. Və yaxud da ki, getdi pulun verdi, sigaret aldı. Şərab aldı və digər hər hansı bir haram işi gördüsə, deməli, harama xərcləyənlər mübəzzir deyilir, doğru olana xərcləyən, artıq xərcləyənlər isə musrif deyilir. Musriflə təbzirin də fərqini bu arada bildik. Və dəyərli müsəlmanlar, və bunu da unutmayaq ki, ümumiyyətlə mal israf etmək, israf edənləri bu əməl böyük günahlar sırasındadır. Günahdır. Yəni, öz malımdır deyə düşünə bilməzsən. Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ez-Zumar surəsi 53-cü ayədə buyurur: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah." De mənim qullarıma, ey öz nəfslərini israf etmiş qullarım, ümidinizi Allahdan üzməyin. Yəni, günah etmisənsə, günahla düşmüsənsə, ümidvi Allahdan üzmə. Tövbə et, Allah səni bağışlayacaq. Bax, burada günahkarları nə adlandırdı? Nəfslərini israf edənlər. Deməli, insan öz nəfsinə də israf edə bilir. Deməli, israf edənlər kimlərdir? Günahkarlar. Tövbə etməsə Allah onu bağışlamayacaq. Hətta bir surədə Allah Subhanahu taala Fir'onu belə musrif adlandırmışdır. Yunus surəsi 83-cü ayədə. Və innə fir'aunə lə'alin fil ardı və innəhu ləminəl musrifin. Həqiqətən də Fir'on özünü çox uca tutdu dünyada. O, israfçılardan idi. Bax, Fir'on kafirdir. Allah Subhanahu taala onu israfçılardan adlandırdı. Bəli, dəyərli müsəlmanlar, israf dediyimiz zamanını, pulunu, bədəninin enerjisini haqqı olmayan bir şeyə sərf edənə deyirlər. Lazımınca olmayan sərf edənə deyilir. Deməli, sən zamanını boşa xarclasan, deməli, zamanını israf etmisən. Pulunu yersiz yerə xərcləyib, artıq bir şeylərə xərcləyərsənsə, israf etmirsən. Bədəninin enerjisini mənasız bir yerə, baxın, israf edərsənsə, sərf edərsənsə, israfçısan. Bəzən olur, insanlar deyir, boşluqdur, nə edək, gələk biraz futbol oynayaq. Baxın, zamanı gör nəyə xərcləyir. Futbol ilə sən nə Rəbbinə xidmət etmiş olursan, nə millətinə, nə özünə, sadəcə olaraq zamanını boşa xarclayırsan. Deyim, orada zamanını keçirtsin, günahkarsan, xeyr, günahkar deyilsən, əgər sənin namaz vaxtlarına girməyibsə və yaxud da ki, birinin sənin köməyinə ehtiyacı olduğu zamana girməyibsə, günah qazanmamısan, amma boşa xarclamısan, boşa. Heyf o zamandan, orada keçirtdiyin 2 saatı sən Allahın zikrinə, millətin xeyrinə, elmə, öyrənməyə sərf eləsəydin, nələri əldə edərdin? Bəli, dəyərli insanlar, gəlin zamanımızın və əlimizdə olanın qədrini bilək ki, nə zaman bizdən alınandan sonra, yəni qocaldıqdan sonra peşimançılıq çəkməyək yaşadığımız bir həyata. Nə də əlimizdə olan, əlimizdən çıxandan sonra peşimançılıq çəkməyək ki, çaş ki əlimdə olanda bunu edəydim. Nə qədər bu çaşkiləri deməmişik, gəlin israfdan uzaq duraq. Çünki israfçıları Allah sevmir. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdu lillahi rabbil alemin və selamu aleykum ve rahmetullahi ve berekatuhu.